Amerika Hərbi Dəniz Qüvvələri sualtı qayıqlardan gizli şəkildə dəniz minalarının yerləşdirilməsi üçün nəzərdə tutulan Meduza adlı yeni pilotsuz sualtı aparatının hazırlanması istiqamətində işləri sürətləndirib. General Dynamic Missiya Sistem şirkəti ilə imzalanan və ümumi dəyəri 58 milyon dollara çata biləcək müqavilə çərçivəsində hazırlanan bu sistem sualtı qayıqların standart 533 mm-lik torpedo aparatlarından buraxılmaq üçün dizayn edilmiş orta sinif bir dronu əhatə edir. Meduza layihəsinin əsas fəlsəfəsi birdəfəlik istifadə üzərində qurulub. Dron düşmən ərazisinə daxil olmadan təhlükəsiz məsafədən təyin olunan koordinatlara daşıdığı yükləri, yəni minaları yerləşdirir və tapşırıq başa çatdıqdan sonra dəniz dibinə enərək orada qalır. Bu yanaşma mövcud sualtı dronların ən böyük texniki problemi olan dənizaltı gəmiyə geri qayıtma və yenidən doklanma çətinliyini aradan qaldıraraq missiyanın sadəliyini və effektivliyini artırır. Amerikanın dənizdəki üstünlüyünü qorumaq və strateji keçid nöqtələrini nəzarətdə saxlamaq üçün kritik əhəmiyyət daşıyan bu sistem xüsusilə Hind Sakit Okean regionundakı təhlükəsizlik çağırışlarına cavab olaraq hazırlanır.